Sən getdiyin yolu azıb başqa yola çıxmısan. Hara gedirdin qadası? Gəlib ara çıxmısan. Bu nə toydu atam oğlu, bir ölən eşqin yası. Sən sevən qız başqasıydı, sən alan qız başqası. Bu səsküylü toy axşamı qardaş bacın oynayır. Səndən başqa burada hamı əl-qol açıb oynayır. Əllərə bax bu əllərə, yellənir qanad kimi. Müğənni də qalxıb zilə, şahə qalxan at kimi. Yox, bu toyun səndən ötürü bir damcı sevinci yox. Oturmağa gücün çatmır. Qaçmağa da gücün yox. Rəhmin gəlir yanındakı bu yad qıza, şad qıza. Ağ gəlinlik donundakı bu yazıq, xoşbaxt qıza. Bu qız sənə yadsa əgər 100 yol öp, nə xeyri var? Sənə doğma olacaqmı o doğduğu balalar? Bəlkə talih görüşdürüb, rast salıb fələk sizi. İkinizə bəs eləyər tək bu qızın sevgisi. O sevgi ilə qızınarsan, ən soyuq havalarda, o sevginin işığında böyüyər balalar da. Dur bu qızla oyna görüm, ömrün bu xoş anında. Kim bədbəxt olar, kim bu cür Xoşbəxt qızın yanında. Əla şeirdir. Amma belə mənzərələr olur. Adam Əsl cəmiyyətin özü deyə bu şeiri. əsl onu deyirəm də. Tamına da, yəni sən sevdiyin qız başqasıydı, Sən alan Amma qız başqası. o sonda deyir ki, dur bu qızla Dur bu oyna, qızla bu xoş oyna. günündə kim bədbəxt olar bu cür Bəh. xoşbəxt qızın yanında. Yəqin ki, onun xoşbəxtliyindən özünə də biraz pay götür, onunla xoşbəxt ol. Bunu nəzərdə tutur, amma bu da biraz çətindir. Çətindir, amma sən nə yaxşıyır? Nüsrət Kəsəmənlinin Mən sevərəm ikimizin yerinə. Sanki o qız da cavab verir buna şeirlə ki, bu sevgidən sən qorxursan. Eybi yoxdur. Eybi yox. Mən sevərəm ikimizin yerinə. Bu eşq üçün bir gün dara çəksələr, Mən ölərəm ikimizin yerinə. Gül deyirəm, gül qəlbinə dəyirəm. Mən sənin üçün Tanrı yazan şeirəm. Dodaqların inciməsin deyirəm. Mən öpərəm ikimizin yerinə. İndi bunu da qız cavab verir, amma yenə hər ehtimalda məncə ona da böyük ürək lazımdır. Sən necə qarşındakı adamın xoşbəxtliyindən bir pay götürüb, o xoşbəxtdir deyə sən də xoşbəxt olasan, buna çox böyük ürək lazımdır. Axırda da bilsən hansı şeirə gəlir çatır? Şeir. Kişilər bir olmur atan balası, Qorxağı qorxağı var, igidi var. O gələcək, o yad qızla evlənib, bu şad qızla da, yəni sən sevdiyin başqasıydı, aldığın başqası deyib, onu bir ömür boyu, yəni əziyyət verəcəksən də, yəni sevməyə əziyyət verəcəksən. Onunla bəlkə də istəməyib yatacaqsan, istəməyib balaların olacaq. Amma bu bir ömür sənə sadiq qalacaq. Sonra da qocalanda gəlib deyəcəksən ki, hər kişinin öləndən sonra bir qara paltarlı, gözəl qadına ümidi var. O həmin qara paltarlı. Məncə o həmin qara paltarlı qadındır. Hə. Kişilər bir olmur atan balası, qorxağı var, igidi var. Amma hər kişinin öləndən sonra qəbri üstə ağlamağa bir qara paltarlı gözəl qadına ümidi var. Bəs sən öləndə kim olacaq gözlərimi bağlayan? Qardaşım mı olacaq? Yad mı olacaq? Bu dünyada bəlkə sənə ən çox ağlayan, elə o ən çox ağlatdığın qadın olacaq. Göz yaşları yuduqca başdaşını qəbrində qurcalanıb deyəcəksən ilahi. İllər boyu ağlatdığın bu qadın görən necə saxlayıbdı bu qədər göz yaşını. Bircə kərə nə saçına oxşamışam, nə gözünü silmişəm. Gözlərimə batır indi saçlarının hər dəni. İllər boyu bu qadına mən axı dərd vermişəm. İndi görən niyə çəkir dərdimi? Bu qadın başdaşımı öpüb sığallamaqdansa yumruğu ilə döysə yaxşıdır. Qəbrim üstə ağlamaqdansa məni söysə yaxşıdır. Yeri qara paltarlı qadın. Kiri qara paltarlı qadın. Bu qəbir də min qəbirdən biridir. Başdaşımı bəsdi bastım bağrına. Bütün mən ağlayanlar kiridir. Sən də kiri.
Qəbrim damır. Ağlama. Səfa, məncə Oy. bizim hər birimizin həyatında ya olub, ya var, bəlkə bizim özümüzün də xəbərimiz yoxdur, ya da nə vaxtsa olacaq bir qara paltarlı qadın olacaq. Hansı ki, o qara paltarlı qadın bizi hər səhvimizlə, günahımızla qəbul eləyir. Elə bir bu dünyanın bütün gözəllikləri həmin qara paltarlı qadının ürəyinə kök salır. Amma təəssüf olsun ki, belə qara paltarlı adamlar o qara paltarlı qadınların qədrini bilmir. Ramiz Rövşənin o bir dənə də belə şeiri var idi. Oradan belə bir balaca sətr çox yerinə düşür. Deyir ki, qara-qara qarışqalar kəpənəyi neynədiniz? Bax, qara-qara qarışqalar məncə o kəpənək gözəl qızdır, gəlir sənin ailənə. Və sən və sənin uşaqların o kəpənəyi məhv eləyirlər. Yəni sənin sevgisizliyin, qara qarışqa olmağın, səndən də törəyən qara qarışqalar o kəpənəyi yeyirlər, bir ömür boyu məhv edirlər. Belə şeir yaranır ki, qara qarışqalar kəpənəyi neynədiniz, hə? Məncə qara paltarlı qadınlar qara paltarlı kişilərlə yox, daha gözəl ifadə etmək istəyirəm. Məncə qara paltarlı qadınlar paltardan anlayan kişilərə qismət olmalıdır. Olsunlar, tək olsunlar, inciməsinlər qara paltar. Heyf olmasınlar. Yəni onun qara paltar geyinməyindən necə alınacaq? Yəni nə gözəl görsənirsən bu qara paltarda. Amma dərdlisən deyənə qara paltarda yox ha. Mənim üçün bu gün bəzənmisən qara paltarla. Yəni mən bu paltarı da bilirəm, səni də bilirəm. Bu sənin xoşbəxtliyindən geyindin. Qara həmişə pis yerə geyinmək üçün deyil də. Qara mənim də xoşuma gəlir. Yəni ən ciddi yerlərə, mötəbər yerlərə qara geyinirlər. İki cür qara var da. Biri var bədbəxtlik qarası, biri var xoşbəxtlik qarası. Bir də var üz qarası. Üz qarası. Amma sənə deyim, məsələn, əgər bir adamın həyatında o qaralıq varsa, elə onun simasından da bilinər o. Hə, elədir. Baxışlarından bilinər, danışığından bilinər, sözlərindən bilinər. O bədbinlik deməyə də, o üzüntü onun artıq ruhundan fiziki görünüşünə də Bəli, sirayət eləyir. Bəli. Yəni ümumiyyətlə sən nə qədər bəzənirsən, bəzən, gözlər səni aldatacaq. Aldatmaz. Gözlər qəlbin aynası. Gözlər qəlbin aynasıdır. Hə, gözlər qoymaz yalan danışmağa. Sən dünyanın ən bahalı paltarını geyin, ən bahalı kosmetikasını vur. Yenə də gözlərin kədərlidirsə, onu gizlədə bilməyəcəksən. Ürəyində nədirsə, gözündə də o olacaq. Ehtiyatlı olmaq lazımdır. Xoşbəxtlik ona görə deyirlər də, paltarda, makyajda deyil də. Gözdəki gülüşlər. İndi bu müasir dünyada deyirlər ki, xoşbəxtliyi pulla almaq olmur. Amma pulla çox şey almaq olur. Amma bir gəmi alıb xoşbəxtliyə tərəf üzmək olur. Mən kimsə belə deyir, bir kasıb ədəbiyyatın yığışdır. Bu reallıq var da, ondan barışda. Bu kasıb ədəbiyyatın yığışdır. Yoxsa birincisi sənin qayğın da yoxdur, sənin pulun da yoxdur. Sənin bir quru canın var. Bir də səni sevəcək bir insanı tapmalısan. Ona uyğun da çalışmalısan ki, o qara paltarını xoşbəxt anında geyinsin. Da sən ölənə yaxın deməyəsən ki, mənim bir qara paltarlı qadına ümidim var, möhtacam ki, gəlib durub oradan ağlasın. Nə faydası var? Sən ömür boyu bunu ağlatmısan, nə özü yaxşı göstərirsən indi ki, kişilər bir olmur, atan balası. Birdən Ramiz Rövşən görər səhv başa düşər. Qınıyırlar da bizi ölkə səviyyəsində. Yox, oradan da yəni bir egoist kişinin yazdığına oxşayır da bu. Bir egoist kişinin dilindən qopan kəlmələr oxşayır. Elədir də, yəni. O Səfa, mən sən haqqında yaxşı. Sil hamısını. Ramiz Rövşən böyükdür, çox böyükdür. Sadəcə şeiri təhlil eləmək istəyirik. Buyur. Səncə sevmək yoxsa sevilmək? Sevmək faktdır, sevmək nəqddir, sevmək
bilirsən ki, sevirsən. Sevilmək biraz qəribədir. Sevilməyin içində belə tərəddüd var, sual var. Görəsən düzmü hiss elədim, görəsən doğrudanmı sevər? Amma sevmək indidir də, sən bilirsən ki, sən hiss eləyirsən ki, bunu bütün qəlbinlə sevirsən. Qarşındakı bilmirsən səni aldada da bilər, aldatmaya da bilər, səninlə oynaya da bilər. Məncə sevmək. Sevmək. Hə. Sevəndə adam həm də özünü Özünü güclü hiss edir. Ona görə deyir də, mən sevərəm ikimizin yerinə. Ay, sağ ol. Mən sevərəm. Bu sevgidən sən qorxursan. Qorxursan, hə. Bəs yaxşı, sevildiyini nəyindən hiss eləyərsən? Uydu. Mən sevildiyimi sevməyimlə hiss eləyərəm. Hə. Necə ki sevirəmsə, necə dərəcəsinə ürəkdən sevirəmsə, o ötürüb mənə o cür sevirəm onu. Yəni o qədər elə adam ola bilər ki, sən biraz nədənsə həyat səni uzaqlaşdırıb, sınmısan, əzilmisən, istəmirsən. Bir adam gəlib səni elə coşdurar ki, də, yəni o qədər sənə sevgi bəxş eləyər ki, o sevgidən çıxış eləyərək sevərsən. Niyə elə adam var sakit sevir, sən deyən ki, amma sevir. Ola bilər. Yəni, Bax görsən, çılğın misal üçün deyəndə sən, yox bildim. Səs-küylü demirəm. Yox, bildim. Misal sən o içindəki hissi deyirsən də, alovlandıra, düz başa Bəli. düşürəm. Hə. Bəli. Bəlkə elə adam var ki, onun xarakterində o yoxdur, amma sevir. Başa Var da soyuq adamlar var da. Yox, sən soyuq adamın sevməyini də hiss eləyirsən də, əgər hiss eləyirsənsə, deməli ötürüb də sənə bir şey. Yox, bax, sən misal üçün deyirsən ki, mən ondan hiss eləyərəm. Bəlkə o başqa şeylə hiss elətdirir. Amma sən belə hiss eləyirsən deyə onu hiss eləmirsən. Çox eləli-beləli söz oldu. Beynim yandı, biləsən. Bax, misal üçün, sən deyirsən ki, o mənim içimdəki hissi coşdurar. Düzdür? Deməli, sənin bir növ özündə də bu var ki, mən qarşımdakına belə hiss elətdirə bilərəm. Düzdür? Belə hiss elətdirə bilərəm ki, mən onu sevirəm. Amma elə adam ola bilər ki, sənin baxdığın kimi baxmaz mövzuya. İndi mənə sual verdin, özümdən çıxış edərək dedim. Hayır. Amma ümumi ola bilər, hər variant var. Ümumi nə qədər insan varsa, o qədər variant var. O cür sevmək olar. Yəni hə, elə insan var ki, soyuq sevir, ümumiyyətlə hiss demir, hiss elətdirmir. Ümumiyyətlə elə insan var, heç sevdiyinin yanında deyil, uzaqdan sevir. Nə bilim, mazoxist da, özünün düşmənidir. O gedir, izləyir, gedir, baxır, gedir, uzaqdan görür, bəs eləyir ona. Belə adamlar var. Yəni heç gəlib yaxınlaşmaz, deməz ki, mən səni sevirəm, və yaxud səndən xoşum gəlir. Elə uzaqdan ömrünü yaşayar, bitirər özünü. Belə insanlar da var ki, gələr, tapar, deyər, alınmaz, çıxıb gedər. Bir də var, gəlir, tapır, deyir, istəmir, zəlik kimi yapışır. Hə, əl çəkmir. O yaxşıdır. Yox. Məncə bir yerdən sonra bezir də adam. Yəni nə qədər bir adamın dalacağını düşərsən. Yəni başa düşdün ki, sənin deyil, istəmirsən. Neyniyəcəksən? Niyə adamlar var illərlə düşür xanımın arxasıca. Nə olur axı? Ta ki əldə eləyənə çox kimi. vaxt, çox Məncə o əldə eləyəndən sonra soyuyaram. Əslində əldə eləmək yox. Əslində məncə mövzu inandırmaqdır. İnandırır ki, mən həmin adamam. Mən həqiqətən də səni sevirəm. Məncə elə olanda çox vaxt qarşı tərəf inanmır onun ona sevdiyinə. Maraqlıdır. Niyə? İnanmır da ola bilərdi. İnandırmaq istəyir deyənə inanmır. Yox. Həmin xanım inanmır ki, misal üçün də bir 10 ildir bunun arxasıca sürünən adam bunu sevir. İndi ola bilər ümumiyyətlə xarakterində adam olmaz. Yəni həqiqətən də istəməz. Hiss eləmirsən ki, sənin adamındır, bitirmək istəyirsən. Bax, misal üçün qəribəsi bilirsən nədir? Deyir ki, indi düz deyir, bu da düzgün fikir deyil. Bax, deyir ki, misal üçün sən ona tərəf addım atırsan, düzdür, səni geri çevirir. Da misal deyir səni ki, hə, düşdü arxasıca, bir nöqtədən sonra başa düşürsən ki, mən misal üçün burada deyirəm ki, hə, başa düşdüm ki, artıq olmur da, mən nə qədər mübarizə apardım, bitirdim də bunu. Olmur da. Bəli. Qarşı tərəf bir sənə nə deyir? İstəsəydi yenə də gələrdi. Vallah var ya belə şey. O bir sənə oxşayır. Bir dənə belə şəkil var. Bir nəfər, iki nəfər alt üstü
brilyant axtarırlar. Qazır, hə, biri dibinə yarı yoldan çatan. qayıdır, biri bir dənə də vursaydı şey olacaqdı. Onda o bir dənəni bilmirsən axı hardadır. Yəni gələ ömrü boyu qazasan. Yəni adam da ömrü gedir də. Nə qədər bir adamın dalıcan elə qazasan da. Axırıncı idi. Bəlkə bundan öncə də 1 ildir fikirləşir ki, bu axırıncı da olmur. Yəni bu hardasa bitməlidir də. Amma məncə adam birinin səni istəmədiyini hiss eləyir. Mütləq ki, hiss eləyir. Yəni ola bilməz ki, sən nə qədər cəhd eləyəsən və onun sənə rəftarından bax məsəl üçün o gün də bir şəkil gördüm. Cütlük də adını çəkmək istəmirəm. Altına başlığı yazmışdı ki, neçə dənə nömrəsini blok eləyirdin. Ovucla nömrə alırdı. Hə. İndi bilmirəm nə qədər düzgündür, səhvdir, amma bu fikir özü misal bax görsən, məncə gəlib çatıb da, yəni əlbəttə mübarizə aparıb da. Və bu günləri o mübarizənin nəticəsidir ki, qarşısındakı insanın qədir-qiymətini bilir məncə. Yox? Olar. İndi yaxşı bir dənə nömrəni bloka atsaydı, da maksimum ikisini alsaydı, yaxşı da atalar 3-dəndir deyib, üçüncünü alsaydı da olmadı deyib getsəydi necə olacaqdı? İndi burada belə bir məsələ var da. Baxırsan statusun, baxır ola bilər sənin yaşın, baxır ola bilər ki, sənin keçmiş həyatın necədirsə, sən başa düşürsən ki, sən bunu 2 dənə bloka atmaqla bitməyəcək. Sən bunu bir 10 dənə bloka atılmalısan ki, gəlib çatasan. Hə, təcrübə. Düzdür? Yaxşı. Burada belə şeylər var ha, belə nüanslar var. Elə öz başına deyil o. Yəni onda o artıq uşaq kimi fikirləşmir də. 100%. O olğunlaşmış adam olmalısan ki, onu fikirləşəsən. Yəni cavan bir öz nəmi tutaq ki 19, 20, 21 yaşındakı uşaq tutaq ki də oğlan uşağı. Niyə özünü o əziyyət versin? Onun elə bir şeyi də yoxdur axı. Yəni yoxdur bu başqası var. Bəlkə də alternativi çoxdur həmin yaşda adam. Universitetdə oxuyursan, nə qədər adam çıxacaq sənin qabağa. Biri var sənin 40 yaşın var, başa düşürsən ki, bu sonuncudur. Bunu tapmaq lazımdır. Yox. Onda sənin 40 yaşın var deyə bu sonuncudur deyə sən mübarizə aparsan, biz heç kimin içini bilmirik. Yaxşı elə olsun. Bu səfər elə olsun.